Teleməkanın ən fərqli proqramı İş Həmişə Var başladı. Xoş gördük hamınızı. Xoş gördük dostlar. Salam xanım. İş var. Həmişə var, amma hələ işsizsiniz. Birazdan İş Həmişə Var olacaq. Bilirsiniz ki, bizi yeni formatda işlə təmin edirik vətəndaşları. Bu dəfə Suraxanı Məşğulluq Mərkəzindəyik və gəlmişik bura və burada bu dostlara iş axtaracağıq, iş tapsaq gedəcəyik iş yerinə və iş həmişə var deyəcəyik. Odur ki, diqqətiniz bizdə olsun, İş Həmişə Var başladı. Gəlin. Artıq həftələrdir ki, məşğulluq mərkəzləri ilə tərəfdaşlığımız baş tutub. Hər həftə İş Həmişə Var deyib, iki işsizi yaşadıkları ərazinin məşğulluq mərkəzinə gətirib, işlə təmin edirik. Bugün də iki qəhrəmanım var. İşə ehtiyacları var. Çoxdan da iş axtarırlar. Bugün burada iş tapa biləcəklərmi? Diqqətlə izləyin. Qeydiyyatdan keçdik və gəldik işə qəbul otağına. Salam, xoş gördük. İş var. İş həmişə var. Həmişə olsun. Keçin, oturun siz burada. Hara yaxınlaşaq, oraya yaxınlaşaq. Salam Şəbnəm xanım. Buyurun, siz keçin birinci növbədə. Proses necə olacaq? Proses Şəbnəm xanıma yaxınlaşacaq. Xanım, adınız necə oldu? Hədiyyə xanım. Bugün görək, Hədiyyə xanıma iş hədiyyəsi verə biləcəyik, yoxsa yox? Xoş gəlmişsiniz birinci növbədə. Nə ilə məşğul olmaq istəyirsiniz? Nə iş görmək istəyirsiniz? Səxində işləmək istəyirdim. Yox, şirniyyatçı işləmişsiniz əvvəl? Hər hansı bir stajınız olub vaxt ilə? Hə. İndi hal-hazırda baxaq görək bizdə vakansiya var, yoxsa? Siz nə işdə Operator, soba operatoru. Bir çəkdə işdə də biz ilə teleoperator. Soba operatoru. Hə, soba operatoru. Hə. Onda siz də şirniyyat sahəsində işləmisiniz? Yaxınlaşarsınız siz də. Hal-hazırda yəni vakansiyalarımız var sizinlə bağlı. Bir deyin də, bir deyin. Deməli, operator var, şirniyyat sahəsindədir və digər, məsələn, şirniyyatçı var, maaşı 250-300 və ya 600-700 manat arası maaşlarımız var. Yəni, əgər sizə uyğundursa, biz sizə göndəriş verə bilərik, yönləndirə bilərik. Operator İşinə bəli. əvvəl işləmişəm. Şirinləm operatorunda varsa onu işləyərdim. Onda göndərişi formalaşdıraq, göndərək. Formalaşdırın. Xanımla birgə gedəcək həmin iş yerinə. Uyğun olsa, həmin xanım işlə təmin olunacaq. Siz zaman göndərişləri verin, uyğun, bu qardaş da elə şirniyyat sahəsində işləyib, elə uyğun olsa ikisini də bir məkana apararıq. Oldu. İnsanlarda məşğulluq mərkəzləri barədə fərqli təsəvvürlər var. Çoxları düşünür ki, bura fərqli prosedurlarla vaxt aparan yerdir. Məncə səbirli olmaq işsiz qalmaqdan daha yaxşıdır. İndi bizə baxıb nə oldu deyə 1-2 saata gətirdikləri adama iş yeri tapırlar. Hələ üstəlik o yerə gedib iş üçün təcrübədən də keçiblər. Çəkli üçün belə edirlər, deyənlər də ola bilər. Amma ehtiyacları olanı şübhəli fikirlərdən qurtarmaq üçün yaşadıkları ərazidəki məşğulluq mərkəzinə dəvət edirəm. Nəticəni özünüz görərsiniz. Hədiyyə xanım, göndərişiniz hazırdır, müəssisəyə yaxınlaşa bilərsiniz göndərişini. Siz keçin. Buyurun xanım. Xoş gəlmişsiniz. Siz nə işləyə bilərsiniz, nəyi bacarırsınız? Şimdi sahasında işləmişəm əvvəl. Şirniyyat sahəsi üzrə. Soba operatoru istəyirəm. Konform MMC-də var, bizim vakansiyamız operator işi. Əgər istəsəz, oraya yönləndirə bilərik sizi. Göndərişimiz hazırdır, yaxınlaşa bilərsiniz müəssisəyə. Çox sağ olun. Göndərişlə bərabər. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, göndərişləri aldılar. Eyni müəssisəyə gedirik. Görək bu dostlardan kim işlə təmin olunacaq. İş həmişə var, davam edir. Getdik. Mərkəzin direktoru Sənan bəylə həmsöhbət olacağam. Görək iş var yoxsa yox. Salam, necəsiz? İş həmişə var, xoş gəlmişsiniz. İş həmişə olsun. Əyləşin. Sağ olun, təşəkkürlər.
Necə də sənə iş var? Suraxanda iş həmişə var. Həmişə olsun. İşin olduğu yer elə buradır. Biz yeni formatda məşğulluq mərkəzlərini göstəririk və buradan göndəriş alır və gedib həmin vətəndaşları işlə təmin edirik. Ümumilikdə bu il ərzində Suraxanda işsizliklə bağlı, işlə bağlı nə işlər görülüb? İlk öncə mən sizə faydalı verilişiniz üçün təşəkkür edirəm. Bura təşəbbüs buyurduğunuz üçün. Əlbəttə bilirsiniz ki, Azərbaycan Respublikasının sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri işsizliyin aradan qaldırılması, məşğulluq coğrafiyasının genişləndirilməsi, eyni zamanda ünvanlı sosial yardımdan asıllığın aradan qaldırılması istiqamətindədir. Bu istiqamətdə bir çox addımlar atılır, dövlət başçısı səviyyəsində fərman və sərəncamlar imzalanır. Həmin sənədlərdən biri də 7 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əhalinin məşğulluğunun artırılması istiqamətində özünün məşğulluq proqramının həyata keçirilməsi ilə bağlı oldu. Bildiyiniz kimi ölkədə bu proqram uğurla davam etdirilir. O cümlədən Suraxanı rayonunda da uğurla davam etdirilir. Artıq proqram başladığı gündən 268 nəfər bu proqrama cəlb olunubdur. Bu proqrama cəlb olunan vətəndaşlardan artıq həm aktivlərlə təmin olunan, faktiki təlim prosesində olanlar və imtahan mərhələsinə keçən vətəndaşlarımız vardır. Eyni zamanda 2016-cı ildə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə haqqı ödənilən ictimai işlər həyata keçirilir. Bu da bildiyiniz kimi işsizliyin aradan qaldırılması istiqamətində atılmış mühüm addımlardan biridir. O cümlədən Suraxanı rayonunda da bu təşəbbüsə qoşulan vətəndaşlarımızın sayı artıq 1000 nəfərə çatıb. 1000 nəfərə qədər vətəndaşlarımız bu proqramdan faydalanırlar. Təşəkkür edirəm, işiniz həmişə olsun. Bizim də bugün işimiz odur ki, 2 nəfərdən heç olmasa birini işlə təmin edək. Uyğun olarsa, onlar da iş həmişə var deyəcəklər. Siz də əgər iş axtarırsınızsa, əgər Suraxanı ərazisində, ümumiyyətlə Azərbaycan ərazisində qeydiyyatda olduğunuz rayon üzrə məşğulluq mərkəzlərinə müraciət edin ki, sizdə iş həmişə var deyəsiniz. Təşəkkürlər sənə. Sağ olun, iş həmişə var. Həmişə olsun. Sağ olun, minnətdaram. Buyur. Salam. Salam. Buyurun. Necəsiz mənim? Sağ olsun, necəsiz? İş var? Bəli, bəli. Biz illərdir tanışıq. Nə qədər keçib bizim bura gəlməyimizdən? 2014-cü ildən. Bizim veriliş də artıq 7 ilə yaxını davam eləyir. Artıq yeni formatımızdır. Bizi göndərdi, heç bilmirdim sizin yanınıza gəlirik, sizin şirkətə gəlirik. 2 nəfərdir iş axtaran. Sizdə iş var? Bizdə ümumiyyətlə istehsal sahəsində vakansiyalarımız var. Hardasa belə deyək, 10-a yaxın işçi vakansiyamız var. İndi biz yoldaşları kadrlar şöbəsinə yönləndərik, hansı sahəmizə uyğun olduqlarını deyərlər, o sahədə çalışarlar. Müddət keçdikdən sonra işləyib işləməməyi barəsində qərar verərik. O vaxtdan bu vaxta qədər nələr dəyişib ümumi istehsalda? Ümumiyyətlə istehsal sahəsində çeşidlərimiz dəyişib, keyfiyyətimiz artıb. Yeni avadanlıqlarımız, bu kimi şeylər ümumiyyətlə fərqlidir. Sizin də vəzifəniz dəyişib, artıq direktor müavinisiniz. Bəli, artıq da inkişaf edirik. İnkişaf iş həmişə vardı, illər keçir, baxın, müəllim o vaxtı gələndə istehsalat müdürü idi. Baxın, 5 il sonra gəlmişik, direktor müavinidir. İnşallah 5 il sonra da gələrik, artıq direktor olarsınız. İnşallah. Oldu, çox sağ olun. Sağ olun. İşiniz həmişə olsun. Biz o zaman gedirik kadrlar şöbəsinə. Şöbəsinə müraciət edelim, bəli, yönləndirəcəklər. Sağ olun. Sağ olun. Bura haradır? İstehsalatın giriş qapısıdır. Artıq fabrik burada. Fabrik buradan başlar. Burada ona görə də spirt qoyulub ki, əllər dezinfeksiya olunsun. Spirtli yerləri. Bütün işçilərdə Biraz verin əli də spirtlim. Əllərini gətir. O bir əlini ver, əli. Gəl. Spirtlədik. Əlcək geyinin. Çünki ilk növbədə təmizlikdir, ehtiyatlı olmaq lazımdır. Onu əlavə eləyirəm. Artıq 14.80. 2.40. Sonra da bunu verdik bura. Bunu veririk bura. Keçiriyorlar, glikoza çəkilir. Glikoza çəkər. Hə, yox, yox. Glikoza başqa şeydir, yox. Buna nə qatırıq? Hə, qoş tərəziyə, yanın. Qoyun tərəziyə. Qoyuruq tərəziyə, hə. Sonra bunun tarasını buradan çıxdıq. Bundan 2 kilo əlavə eləməliyəm. 2 kilo 500. 2 kilo 500.
1 kilo 6, 1 kilo 800. Neçə 2 kilo nə qədər əvvəl? 2 kilo 500. Şirindir də o, hə? Ha, şirindir. Dadına baxa bilər ha? Bakarsınız. Götürdük, qoyduq bu yana. Bunu hara əlavə edirəm? Onu da koy bunu. Əlavə edirik. Tökdünüz. Sonra unu götürürsünüz. Bunu. Bunun içindən Hem şeker tozu hem nişasta hem de kabartma yeni yerler. nəsə səhv eləyərəm. Nəsə çatmaz, şirin, şəkərsiz olar. Düyməni basıram, premix basım. Bəli. Ve başladı işlem. Artıq başlayır qarışmağa. Qarışandan sonra isə iş başlayır. Başlayır istehsala. Xəmir hazırda ötürülür sobaya. Birinci Baxın, kamerada önce başlayıp üzerini yavaş yavaş alt tarafını kızdırmağa. başlayır yavaş-yavaş qızmağa. Altını pişirmeye. Baxın, artıq üstü də pişir. Artıq hazır ruletdir. Bəli, hazır. Burada isə aparat Aparat doğruyor. doğrayır, hissə. Bəli, istəyirsə 14 santim yarımdan ruletin özünün standart uzunluğudur. Bu formada doğrayıp ötürür. Bu bölümə. Bəli. Rulet şu artık dekorasiyası üzerine vurur. Dekorasiyası vurulur və gedir Soyutma paketlənməyə. Soyutma Soyuyur, sonra paketlemeye gelir. İndi biz Bakı Biskvit Fabrikinin kadrlar şöbəsindəyik. Bizimlə gələn 2 şəxsin sənədləri yoxlanılır. Qeydiyyat işi aparılır. Bütün bunlar rəsmi prosesdir. Burada iş bitən kimi istehsalat müdiri bugünkü qəhrəmanımızı yeni işi ilə tanış edəcək. Sənədlərinizlə birlikdə yaxınlaşın istehsalat müdürümüz Rasim müəllimin yanına. O sizi istehsalatla yaxından tanış eləyəcək. Çox sağ olun. Sağ olun. Və artıq istehsalatdayıq. Necə də yaraşıb ha. Sən sobaya gedəcəksən də, işləmirsən də sobada. Belə işləmişəm, bu partlaşlı qaldı. Amma burada işləmirsən. Siz də qablaşmaya gedəsiniz də. Çox sevinirəm iş tapdığıma görə. Sevinirsiniz? Bəli, sevinirəm. İnşallah indi qəbul olun, daha sonra sevinərsiniz də. Bir dənə qəbul olun, bu şirniyyatla qonaqlıq verərsiniz də, çay qonaqlığı. Baxın, burada bu formada biskvitlər istehsal olunur, amma növ çoxdur. Mən o vaxtda göstərmişdim İşləmşavarda. İstehsalat müdürü bizi gözləyir burada. Salam müəllim, adım Fərid. Qasim, istehsalat müdürüyəm. Hədiyyə xanım, Şad oldum. Nicat keçin. Nicat sobada işləyəcək. Hədiyyə xanım da paket Kadrlar şöbəsindən məlumat vermişlər. Biri sobada işləyəcək, biri qablaşdırıcı. Neçə növ bugün məhsul istehsal Yəni edirsiniz? bizdə ana növlər belədir, ruletdir, sonra biskvitdir, keksdir, bir də peçenyedir. Yəni bunlar da hər növ özü altında deməli ayrı başlıqlara bölünür. Yəni mini rulet var, böyük rulet var, bunların çeşidləri var. Kekslər fərqli qramajlarda kekslər. Nə qədər adam işləyir burada? Hardasa 120 nəfər işçimiz var. 120 nəfər. İndi işçi də lazımdır da. İşçi lazımdır, hardasa 10 nəfər, 10 nəfərdən artıq vakansiyamız var. 2 nəfər gəldi, 8-i qaldı. 8-i qaldı. İnşallah davamında gələr. İnşallah gələr. Konfet də istehsal edirsiniz də. Konfet yox, burada deyil, başqa fabrika. Başqa fabrika, amma sizin tərkibinizdədir. O zaman gəlin göstərin hara getməlidir. Birinci hədiyyə xanımı göstərək, qablaşdıracaq. Bura keçəcək, xanımı yerləşdirək. Bura hazır kekslər gəlir. Bura bizim keks seximizdir. Keks deməli pişir sobada gəlir. Burada soyuyandan sonra islik vurulur. İslik vurulandan sonra burada qablara yığılır. Hədiyyə xanıma bir dənə əlcək verin. Hədiyyə xanım, özünüz keks pişirə bilirsiniz? Bacarırsınız? Əlcək ver, əlcək. Əlcək verin, Hədiyyə xanım. Məncə burada çətin bir şey yoxdur, bacaracaq Hədiyyə xanım. Yəni inşallah bacaracaq. Bacaracaq. Geyinsin əlcəyin.
Birazdan gəlib nəzarət eləyək. Aparaq qardaşı da işlə tanış eləyək. Proses odur ki, bir-bir yerləşdirməlidir qablara. Soba hardadır? Soba sol tərəfdədir. Nizat buyur. Gəl Nəcad bəy. Əvvəl işləmisiz sobada? İşləmişəm, başqa fabrikdə işləmişəm. Başqa fabrikdə işləmisiz? Yəni sobadır, demək olar ki, çoxunda eyni prosesdir, sadəcə bəzi fərqliliklər var məhsulun pişməsinə görə. Yəni burada da bizim hal-hazırda bir dənə sobacımız var. Yəni sobaçı bir dənədir. Bəli, bir dənə sobacımız var. Sobacımız da indi öyrədəcək hansı məhsullar, hansı dərəcədə, hansı dəqiqədə pişir. Məsələn, hal-hazırda keks pişiririk. Keks pişir 205 dərəcədə 13 dəqiqə yarım. Məsələn, piroqlarımız pişir 30 dəqiqə, peçenya pişir fərqli istəyir. O saatın bilməlikdə, dəqiqəsini bilməlidir. Bəli, burada aparatların hamısında saatlar verilir. İstədiyi saat, istədiyi dərəcəni qoyur. Məhsulun vaxtı gəlib çatanda özü siqnalizasiya çalır ki, hazırdır, çıxartmaq lazım. Qardaşla tanış eləyin bunu. Salam qardaş. Nurlan bizim sobacımızdır. Neçə ildir işləyirsən? 2 ilə. 2 ilə yaxındır. Mən deyirəm də 5 il əvvəl gələndə görməmişdim sizi. O zaman əllərinizi geyinin, başlayın işə. İnşallah xeyirli olsun. Sonda da siz qərar verərsiniz ki, İnşallah işləsin, işləyə biləcək yoxsa yox. Belə başla qardaş işə başlayaq və görüntüləri təqdim edək ki, görək bu qardaşımız və xanım necə iş həmişə var deyir. İstidən düşdüm ya. Burada qışda işləmək yaxşıdır. Burada qışda işləmək yaxşıdır. Özü necə göstərir? Belə Yəni hal-hazırda yaxşıdır, indi görəcəyin də. Yəni bizdə başqa yerdə də vakansiyamız var. Soba biraz məsuliyyətli, çətin yerdir. Yəni biraz gedişsə yana bilər. Yəni biz işçini başqa bir sahədə də dəyərləndiririk. Yəni alınmadsa, yəni çıxart. Onda götürmək, işçi axtarırsınız. O zaman özün sığortalayıb artıq bu. Götürürsünüz artıq. Götürürük inşallah. Sobanı inşallah öyrənək. Olmaz, başqa sahədə dəyərləndirərik. Salamat işdə. Çox sağ olun. İş həmişə var. İşin həmişə olsun. Çox sağ olun. Sağ ol. Gedək xanımla da maraqlana, görək xanım işin öhdəsində necə gəlir. Ehtiyatlı ol, baxırsan, yaxşı işdə. Çay qonaqlığı da 3-4 dənə belə yaxşı. İnşallah. İstehsalat müdirinin belə ehtiyatla danışmağına baxmayın. Qardaşın işi bəyəndiyini gözlərindən oxudum. Yəni özü də gördü ki, qardaş bu işdə naşı deyil. Məsuliyyətlidir, ürəklidir, özünü işə verir.
Bu qardaşın işi düzəldi. Dövlət Məşğulluq Xidmətinə və İş Həmşəvara təşəkkür edirəm ki, məni bu gün işlə təmin etdi. Çox sağ olsun. Məncə xanımı da işə götürək. İşləyir. Xanım işlədi, sahədir. Hə, necə yığır? Hal-hazırda indi bir-bir yığıb gördüyünüz kimi keksləri. Sürəti Zamandan artıq sürətli 2-2 yığmağa başlayacaq. O 2-2 necə olur? Yəni bir əldə 2 barmaqla beləsə 2-2 götürəcək. Bir dənə əlcək verin, mən yoxlayım, o necə olur? Bəlkə mən eləyə bilirəm. Necəsiz? Adınız nədir? Zərifə. Neçə ildir işləyirsiniz burada? 1 ildir. 1 ildir. Hamı. Siz neçə ildir? O vaxtda gəlmişdim 2014-də. Siz buradaydınız. Heç kim yoxdur. Kollektiv. Siz buradaydınız. İşləmişdik bir yerdə də vaxt. Orada keks pişirirdim. Bir dənə icazə verin, mən baxın, bəlkə məni götürdülər işə. Belə deyirsiniz? Hə? Amma əzmədən də. Əzmədən də. Belə. Tez-tez. Bax. 2. Burada nə qədər sürətli oldunsa, o qədər üstünlüydür də. Burada ən sürətli qablaşdıran xanım kimdir? Hə? Siz? Saniyədən kim? İkiniz, hə? Bir dənə baxın xanıma baxın necə, baxın 2-2. Əl görüm, əl görünmür, bura bax. Görək kim tez eləyəcək. Baxın, verin. Düzün bura, görək kim düz eləyəcək. İşə düzələn qaldı bu tərəfdə. Siz yığandan sonra bir işçi də verək, gələk düzəldi onlar. Hə, düzəldən də lazımdır da. Hə, bir də xanım... Hamı özü yığıb, yeyə bilərəm bundan. Bəli. Yiyim dadına baxım da, görək sizin məhsulların dadı necədir. Xanım, siz işləyin. Yeyin görək nəlidir. Gələkli. Saysız getmir, Say yuxarıda qonaq eləyək. Əla. Hədiyə xanım, şirininizi yedim. Salamat götürürsünüz uşaq. Salamat işləyin. Sağ ol, çox sağ ol. Xeyirli olsun. İşiniz həm... Sağ olun, təşkil edildiniz. Çox sağ olun. Ancaq biraz sürətli olun da. Təşəkkür edirik sizə. Biz təşəkkür edirik. Bizə Sağ işçi olun. gətirdiyinizə görə. Həmişə gözləyirik. Sağ olun. Belə hörmətli tamaşaçılar, İş Həmişəvar burada bitdi. Bu proqramda da 2 nəfər işlə təmin olundu. Növbəti həftə hansı rayonda, hansı şəhərdə olacağıq, orada kimi işlə təmin edəcəyik, bunu bilmək istəyirsinizsə ATV-də İş Həmişəvarı izləməyə davam edin. Dövlət Məşğulluq Mərkəzinə və İş Həmişəvar verilişinə. Məni işlə təmin etdi. Bu da son. Bugün 2 işsiz işlə təmin olundu. Onlar iş təcrübəsindən keçdi. Siz də biskvit fabrikindəki vəziyyətlə tanış oldunuz.
Biz məqsədimizə çatdıq. Elə onlar da.